Xeyr anamıza sözü verək. 128 gün komada qalıb şəhadətə ucalmış qəhrəmanımız Hacəttin İsmailzadəmizin anası Aygün anamıza sözü veririk. Buyursun, o da ürəyindən bizim tanrıları paylaşsın bizimlə. Şöyle herkes salamlayıram. Çok sağ olun. Kitabxana deyəndə bizim uşaqlığın sevincidir kitabxana. Biz kitabxanada tədbir keçirmək, başqa böyük yerlərdən tədbir keçirməkdən daha gözəldir. Bilirsiniz niyə? Doğrudan da İsmail qızım demişkən, bu kitablar kitabxanaya məxsus bir şeydir. Və mən də sizin kitabxananıza bir hədiyyə gəlmişəm. Düzdür. Həcətin şəklini Allah sözü. İndi şəkil kağızlarını götürəm bura vurdum. Allah'ım qorusun sizin kitabxananızı və sizlə içində. Çünki elə şeylər gedir ki, vallahi bu dəqiqə ki, kitabxanalar güya fəaliyyətdə dayandırıblar falan beşman, ancaq çox səhvdir. İnanın Allah'a, hər bir uşaqlar deyirəm, internetdən belə tapmadıqlarını gəlib buradan, qədimi kitablardan bir şey tapırlar. Və bu kitabların yeri kitabxanadır. Yenə bir daha deyirəm, Allah'ım qorusun sizləri də, var olun. Esməm də sağ olsun ki, biz anaları, biz bacıları, bu gözəl balaca nəsli birləşdirir. Çünki bir kitabın içində elə olur ki, 100 dənə şəhid olur. Və bu da hər bölgəyə gedir. Və bölgədə, hansısa rayonda, hansısa şəhərdə, bu kitabxanada açılanda mənim oğlumu ən azından tanıyır. Kitabxanadır. Çox sağ ol qızım, var olun. Qardaşı görəndə ürəyimin telə əsdirmədən, mənim atam da atasının üzünü görmür. O da şəhid olur. Və gözünü yuman günə qədər dedi ki, amma tapılmadı. Yenə şükürlər olsun ki, sizinkinin sümüysə gəldi, bizimkinin Berlindən gəlib çıxmadı. Əlbəttə ki, bilirsən ki, təskinlik insana. Nə bilim, yenə çox sağ olun. Ən çox sağ olsunlar balaca balalarım, Kəmaləm, Leyləm, Damlam, Elgünə. İnanırsan, nə olsun balaca bir yerdə, böyük yerdə danışmaq asandır, çünki belə içində balaca yerdə. Elgünüm, bu çıxılı iki dəfə balacalarım. Bunlar bu uşaqların adlarını heç vaxt unutmayacaqlar. Çox sağ olun. Sağ olun. Hacətin şəklində başqa bir yerə asarsız adı nədir? Bizim eşikimizi çəkdi.